Xoşbəxtlik hormonumuz olan serotoninin bağırsaqlarda sintez olunduğunu bilirdinizmi? Bəli, doğru eşitdiniz. Məhz bağırsaqlarda sintez olunur. Xoşbəxtlik hormonu serotonin 95% bağırsaqlarda, 5% isə beyində sintez olunur. Təkcə bağırsaqlarda sintez olunmur, həm də bağırsaqlarda depolanır. Əgər bizim normal bağırsaq mikrofloramız yoxdursa da, uzun müddət xronik qəbizlikdən və yaxud da ki, ishaldan əziyyət çəkiriksə və yaxud da lazım olmadığı uzun müddət antibiotik terapiyalar ediriksə, bu zaman bağırsaq mikrofloramızda pozulma olur. Disbiozis olur. Bağırsaq seyirli qişasında tamlıq pozulur, iltihab yaranır. Bəli, əgər sağlam bağırsağımız yoxdursa da biz xoşbəxt ola bilmərik. Ruh halımız da sağlam olmayacaq. Xüsusən də uzun müddət ishaldan və qəbizlikdən əziyyət çəkən xəstələrdə görürük ki, iltihabi bağırsaq xəstəliyi var, lakin yanaşı olaraq artıq xoşbəxtlik hormonu azaldığı üçün irritabl bağırsaq sindromu da bu xəstəliyə qoşulur və xəstəliyin gedişatını daha da ağırlaşdırır. Heç xəstə olmayan insanlarda belə əgər bağırsaq mikroflorası normal deyilsə, onlar xoşbəxt ola bilməyəcəklər tam mənada. Çünki serotonin sintezi pozulmuş olacaq. Deməli, xoşbəxt gələcək, gülən simalar, ruhumuzun sağlamlığı məhz bağırsaqdan başlayır.